Naxçıvan şəhər icra hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı növbəti müşavirə keçirilib. Mövcud vəziyyət müzakirə olunub, konkret tapşırıqlar verilib. İzləyək. Kommunal xidmətlər, enerji təchizatı, istilik, maliyyə, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər sahələr üzrə məsul qurum rəhbərlərinin iştirak etdikləri müşavirədə Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edib. Bildirib ki, qarşıdan gələn payız-qış mövsümü ilə əlaqədar bütün xidmət sahələrinin fasiləsiz, təhlükəsiz və koordinasiyalı şəkildə fəaliyyət göstərməsi təmin edilməlidir. Vurğulanıb ki, bu istiqamətdə ölkə üzrə həyata keçirilən sistemli tədbirlər Naxçıvan şəhərində də davam etdirilir və vətəndaşların rahatlığı, təhlükəsizliyi və sosial rifahının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindəndir. Cabbar Musayev yaşayış binalarında, təhsil və səhiyyə müəssisələrində istilik sistemlərinin vaxtında işlək vəziyyətə gətirilməsi, eləcə də yolların, piyada səkilərinin və kommunikasiya xətlərinin qış şəraitinə uyğun hazırlanması istiqamətində işlərin sürətləndirilməsini diqqətə çatdırıb. Həmçinin enerji təchizatı sistemində mümkün qəzaların qarşısının alınması, şəhərin təmizlik və abadlıq işlərinin davam etdirilməsi, eləcə də sakinlərin müraciətlərinə operativ cavab verilməsi ilə bağlı tapşırıqlar verilib. İcra hakimiyyətinin başçısı qeyd edib ki, şəhər təsərrüfatında çalışan hər bir qurum öz məsuliyyətini dərk etməli, görülən işlərə gündəlik nəzarət təmin olunmalıdır. Müşavirədə Naxçıvan şəhər istilik təsərrüfatı idarəsinin rəisi Yusif Axundovun, Naxçıvan regional enerji təchizatı və satış idarəsinin nümayəndəsi Tural Quliyevin və Naxçıvan regional qaz istismarı idarəsinin nümayəndəsi Hüseyn İsmailovun görülən işlərlə bağlı hesabatları dinlənilib. Müşavirənin sonunda aidiyyatı xidmət rəhbərlərinə konkret tapşırıqlar verilib və icra hakimiyyətinə dair mütəmadi hesabatların təqdim olunması qərarı alınıb. Müşavirənin əsas məqsəd əhalinin payız-qış mövsümündə qarşılaşa biləcəyi problemlərin aradan qaldırılması və Naxçıvan şəhər icra hakimiyyətinin tabeliyində olan qurumlarla digər bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyalı şəkildə qarşılıqlı əlaqəsinin təmin edilməsidir və bununla da Naxçıvan şəhər icra hakimiyyəti tərəfindən Naxçıvan şəhər əhalisinin təhlükəsizliyi təmin olunacaqdır və qış aylarında, soyuq aylarda əhalinin istilik enerjisi ilə, həmçinin elektrik və qaz enerjisi ilə təmin olunması prosesi həyata keçiriləcəkdir. Hafizə Əliyeva, Tərlan İbrahimova, Rahib Babayev, NTV Xəbər.